1 molda isə 1 mol karbohidrogeni isə 44 N qədər karbon qazı alınır. N bərabər olur 5-ə. Deməli bu C5H10 formuluna malik olan alkendir və karbohidrogen molekulunda olan sp3s rabitələrinin maksimum sayını soruşur. Əgər maksimum sayı soruşursa, deməli biz sp3 hibridə maksimum say verməliyik. Formulumuzu elə quraşdırmalıyıq ki, orada məsələn karbon bu şəkildə quraşdırsaq, 2 qat rabitənin yerinə baxırıq. Bu zaman sp3s rabitələri sp3 hibridə malik olan bunlar olur. sp3 və sp3. Deməli onda baxaq görək neçə olur. 1, 2, 3, 4, 5, 6, 7 sayda olur. Yəni bura birləşsə 2 qat rabitə. Amma 2 qat rabitəni bu tərəfə birləşdirsə, yəni müxtəlif yerlərə birləşdirib baxsaq, deməli bu hissəyə birləşdirsək 1, 2, 3, 4, 5, 6, 7, 8-ə bərabər olur. Yəni 7-dən daha çox 8 maksimum sayı 8-ə bərabər olur. Yəni 2 qat rabitəni müxtəlif hissələrə birləşdirərək sp3 hibrid və S rabitələrində daha çox pay hansı formula uyğun olanda əmələ gəlirsə, yəni birinci rabitə birinci, ikinci karbona birləşəndə rabitə orada daha az sayda deməli sp3 hibridə malik olan, sp3s hibridə malik olan, rabitəyə malik olan formul düzəltmiş oluruq. Amma mən 2 qat rabitəni müxtəlif hissələrə yazaraq sizə göstərirəm ki, yəni burada karbonu 2 qat rabitəni hara yazsaq daha çox karbonla hidrogen arasında rabitə yaratmış olaraq və burada maksimum sayı 8-ə bərabərdir. 225 nömrəli sual, deməli son sualdır. Burada C2H4 yenə C2H deməli H6 arasında reaksiya baş verir. Yəni bunun ikisi də biri alkendir, yəni etilendir, digəri isə alkandır, etana malikdir, etandır. Və bunların ikisinin mol sayı 2 moldur və üzərinə 2 mol hidrogen gəlir. Deməli, baxırıq ki, reaksiyadan sonra hidrogenin bir hissəsi qalıbdır etanın yanında. Nə qədər reaksiyaya daxil olub? Yine mən bunları x, y ilə ifadə eləyəcəm və 2 mol hidrogenin nə qədər isə reaksiyaya daxil olacaqdır. Yəni 2-nin müəyyən hissəsi reaksiyaya daxil olur. 2-nin müəyyən hissəsi reaksiyaya daxil olur və reaksiyadan sonra deməli x mol C2H6 və y mol necə var elə çıxan bir etanımız daxil qalır və bu da bir də üzərinə hidrogen gəlir əlbəttə ki, 2-dən də x qədəri sərf olunanda yerdə qalan qarışığın cəmi olur 2,5 mol. Alınan etan, necə var reaksiyadan çıxan etan və hidrogenin də qalan hissəsinin ümumi mol sayı 2,5-ə bərabər olur. Və buradan ümumi bizə ilkin qaz qarışığında etanın həcm payını soruşur. Deməli, ümumi buradan hesablasaq, ümumi cəmləri buradan x bərabər olur 1,5-ə, y isə 0,5-ə bərabər olur. İlkin qaz qarışığında dediyinə görə biz ümumi buradakı ilkin qaz qarışığında etanın həcm payını, yəni 0,5-in faizini tapırıq. 0,5-i bölürük ümumi 2-yə və vururuq 100%-ə. Burada da cavab olur 25%.